Yeni öyrəndiyim bir bilgini sizlə bölüşəcəm. Deməli, bugün Nərgiz çiçəyinin mənasını öyrənmişəm. Deyilənə görə qədim Yunan mifologiyasına görə suda öz əksini görən və aşiq olan Narkissos suyun kənarında çiçəyə çevrilir. Bu onun cəzası olur. Yəni əslində Nərgiz egoizmin özünü bəyənmənin bir növ cəzasıdır. Bunun simvoluna çevrilir qədim Yunan mifologiyasına görə. Və bugün biz Nərgizi, xüsusilə mart aylarında daha çox çıxdığına görə yazın gəlişi və yazın çağırışçısı olaraq bilirik. Yəni həm zərafət, həm təmizlik, həm gözəllik mənası daşıyan bu çiçəyin əslində bu incəliyinin arxasında özünü bəyənməni, yəni sevginin özünə bəyənmə, o ego duyğusuna gəlmənin qarşısının alınması üçün ən gözəl nümunəymiş. Yəni məncə sevdiklərinizə Nərgiz çiçəyi bağışlayın. Düzdür, bəzilərinin o çiçəyin qoxusuna qarşı xüsusi bir allergiyası olur. Amma yenə də Nərgizin bu mənasını biləndən sonra aşiq olmadım deyil bu çiçəyə. Aha. Balaca dostlarıma baxın da yenə gəlib.